Mənim pulum Mənim pulum. birbaşa başlayıram. Başla. Sənin pulunla özümüzə qəşəng əyinbaş ala bilərik, qəşəng kombin zatlar. Allah hə, pul nə deyə bilərsən, hələ artıqlaması ilə də deyərsən. Oo, Yaxşı, sənin pulunla özümə bir dənə iPhone 15 Pro Max, 17 Pro Max ala bilərəm. Ay, heç vaxt. Heç vaxt. Ya, heç vaxt onda olmaz. kasıbdır bu. Yaxşı, sənsən də indi. Aha, sənin pulunla bir dəqiqə ev, maşın, ailə həyatı qurmaq olar. Ay, yox, o daha çox irəli getdi. Çox pul deyil də onda. Ya, o qədər deyil də, yəni azdır. Allah'ın da azdır, kəsir. Yaxşı, sənin pulunla marketə girib bir dənə su, bir dənə cips alıb yeyə bilərəm? Yox. Yox. Yox, Bir dənə su ala bilərsən. Bir dənə su ala bilərəm amma. Hə, yaxınlaşmışıq ona. Sən pulunla özümə 17 Pro Max ala bilərəm. Yox, 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 ala bilməzsən. Yaxşı, sənin pulun qəpikdir, yoxsa manatdır? Qəpik. Hə, qəpikdirsə sən hazırsan da, indi tapacağam az qalır. Bir dəqiqə, sənə də eyni sual verirəm. Sənin pulun qəpikdir yoxsa manatdır, yəni kağızdır? Mənim pulum əslində manatdır. Manatdır. İstəsən qəpik də eləyib bir balon. Gözlə, balon zat deyil. Çoxdur bunun pulu səni. Səndə onda 50 qəpikdir. 50 Ayda qəpik. birbaşa tapdı səni. Sən hardan tutdun? Dedin çörək ala bilərsən, bildim ki, səndə 50 qəpikdir. Ayda o zavod çörəyindən bildin hə. Səndə nə idi? Məndə 100 manat idi, bir dənə diri 100 deyik. Uyda 100 tutub.